Salam dostlar, hər vaxtınız xeyir. Dostlar, deməli bu mənim elə bil ki, may ayında çəkdiyim videodur. İndi vaxtım oldu. Yəni üstünə səs yazmağa, editləməyə, sizinlə paylaşmaq istəyirəm. May ayında dənizə daxil olmuşdum. Əslində belə indi dənizə tez-tez gedirik, həftədə 2 dəfə, 3 dəfə. Yəni çalışırıq ki, dənizə tez-tez gedək. Sadəcə indi havalar istidir deyə elə də hava yaxşı olanda və ya çox küləkli olanda getmirik. Burada gördüyünüz kimi, yəni may ayında su soyuq idi deyə dənizə girmək bir balaca, yəni çətin idi. Amma siz oradan yenə məqama fikir verin. Orada mənə dalğa vuracaq. Dalğa məni orada vurdu, yıxıldım. Suyun içində məni fırlatdı da dalğa. Sonra mən artıq dənizdə, bax bu məqamda, mən artıq dənizdə çox məşğul olduğuma görə, yəni tez-tez dənizə gedirəm deyə, həm də ki, eyni zamanda havuzda da məşğul olam deyə mən yıxılanda avtomatik olaraq mənim elə bil ki, ağzıma su getmir də. Başqa vaxtlar o qədər dənizdə, havuzda su içmişəm ki, yəni artıq o baxımdan öyrəşmişəm. Yəni ilk əvvəl insanlara birinci üzməyi öyrənməlidirlər. Üzməyi öyrənəndən sonra, yəni dənizdə rahat formada, yəni belə deyək də, üzməyi öyrənməmiş dənizə girməyin. Çünki bir də görürsüz axın olur, adamı apara bilər. Üzməyi yəni bilməsəniz, üzmək dediyimdə müəllim yanına getməlisiniz. Yəni yalandan üzmək yox. Amma burada fikir verirsiniz, yəni bir də belinə şar bağlamalısan. İndi mən burada şar bağlamamışam belimə. Üzəndə şarla bir yerdə üzürsən. Amma bu dalğalar məsəl üçün, yəni ki, bu dalğalarda üzmək olur da. Yəni mənim üçün problem yoxdur. Fikir verirsinizsə üzmüşəm. İndi lap içərilərə doğru getmək olur. Biz 1 kilometr, 500 metr içərilərə doğru getmişik.